Narkotik ittihamı ilə mühakimə edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhami Elşad qızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Kürdəxanı təcridxanasından məhkəmə zalına gətirilən xanım müttəhim həbsdə saxlanılmasına etiraz edib. Özünü təqsirli bilməyən İlhami Elşad qızı hesab edir ki, azadlıqda olması cəmiyyət üçün daha faydalı olar. Bugün müqəddəratım həll olunur. Əziyyət çəkib bu qədər əsərlər yazmışam. Mən sıradan bir adam deyiləm. Mən jurnalistəm, narkotik çəkən deyiləm. Tərtəmizəm, gül kimi də qızam. Prosesin davamında evdə əməliyyat keçirən polislər şahid qismində ifadə veriblər. Onlar təqsirləndirilən şəxsin əsaslı tutulmasını və başqa iddialarını təkzib ediblər. Daxil olmuş məlumat əsasında mənzilində əməliyyat keçirmişik, evdə narkotik aşkar edilib, daha sonra şəxsi polis idarəsinə aparmışıq. Təqsirləndirilən şəxsin ona təzyiq edilməsi və ya evindən narkotik atılması ilə bağlı dediklərin hamısı şər böhtandır. Qeyd edək ki, İlhami Elşad qızına Cinayət Məcəlləsinin 234.1.1 satış məqsədi olmadan küllü miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilsə, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.